Salam. Bu videoda temporal texnologiyasının hansı problemləri necə həll etdiyini, pərdə necə işlədiyini izah edəcəm. Go proqramlaşdırma dili vasitəsilə inteqrasiya eləyib, real kod nümunələrini və yazdığımız proqramın necə işlədiyini nümayiş etdirəcəm. Getdik. Uzun müddət icrada olan, bir neçə servisə və xarici sistemə bağlı, insan müdaxiləsinə ehtiyac olan və hər an nasazlıq baş verə bilən iş axını fikirləşək. Satış komandasının effektivliyini artırmaq məqsədi ilə autocaller-ın necə işlədiyinə baxaq. Servis bazadan zəng ediləcək leadləri seçir, 3CX vendoru vasitəsilə həmin leadlərə zəng eləyir, sonra 3CX-dən webhook vasitəsilə gələcək cavabı gözləyir, cavab gəldikdən sonra müvafiq leadi bazada update eləyir, sonra interaction servisi vasitəsilə interaction yaradır. Gördüyümüz kimi bu proseslərin hər biri zamanı nasazlıqlar baş verə bilər. Leadlərin seçilməsi, 3CX vasitəsilə zəng eləmə, geri çağırışı gözləmə, leadin statusunun dəyişilməsi, interaction yaradılması, xətaları yadda saxlamaq üçün cədvəllər yaratmalı, nasazlıqları izləməli, kronlarla daim sorğulamalı, təkrar cəhdlər eləməli, queue yaratmalı, stateləri yadda saxlamalı, bir sözlə xaosa gətirib çıxardır. Biznes iş axınları adətən vəziyyətə bağlı uzun müddət icrada, nasazlıqlara meyilli və zamandan xəbərdar olmalı olur. H tipi sorğular sürətli və qısa olduğu halda, iş axınları da bunun əksinə uzun və pauzalarla dolu olur. Bəs iş axınlarının vəziyyəti standart olaraq itməyən və qalıcı olsaydı necə olardı? Temporal məhz buna imkan verir. Temporalı bir cümlə ilə ifadə etsək, kod üçün qalıcı icra mühərrikidir. Terminologiya ilə tanış olaq. Workflow-nu dirijor çubuğu kimi təsəvvür eləyin. Deterministik olmalıdır, input-output olmamalıdır, əbədi olaraq yata bilər. Workflow state'i etibarlı şəkildə saxlayır. Aktivitələr kənar təsirlərdir. 3CX vasitəsilə zəng eləmə, bazada dəyişiklik eləmə, interaction yaratma, bir sözlə hardakı nasazlıq baş verə bilər, onlar aktivitidir. Siqnallar kənarda baş verən hadisələrdir. Məsələn, webhook vasitəsilə çağırma, insan müdaxiləsi, asinxron callbacklər. Siqnallar pollingi, kronu və əllə state'i yoxlamağı aradan qaldırır. Workerlər vəziyyətə bağlı deyil, temporalı dayanmadan sorğuluyur, workflow və aktivitələri həyata keçirir. Yəni biz workflow-nu məhv eləyə, böyüdə, kiçildə və ya əvəzləyə bilərik. Temporal cluster-ı hadisə əsaslıdır, qalıcı yaddaşdır, tarixçəni təkrarlaya bilir. Temporal state'i saxlamır, tarixçəni saxlayır. Bütün məşhur proqramlaşdırma dilləri üçün temporalın STK-sı mövcuddur. STK workflow kodunu təkrarlayır, funksiya çağırışlarını tutur, aktivitələri təkrar icra etmir, əgər onlar artıq icra olunubsa. Ona görə də determinizm əhəmiyyətlidir. Təkrar cəhd və vaxt limitini keçmə, geri çəkilmə, maksimal cəhd sayı, bunların hamısı deklarativ şəkildə təyin edilir. Təkrar cəhd infrastruktur kodudur, biznes məntiqi deyil. Temporal UI vasitəsilə workflow, siqnal və retrayların tarixçəsini müşahidə edə və xətaları aşkara çıxara bilərik. Temporal, state management, təkrar cəhd, zamanlama, nasazlıqlar və biznes koduna aid olmayan yapışdırıcı kodlarla bağlı problemi səliqəli şəkildə həll etməyə kömək edir. Workerlər müvəqqətidir, state isə qalıcıdır. Workflow kodu günlərlə, hətta illərlə pauza verə bilər. Temporal yapışdırıcı kodları əvəz eləyir, servislərimizi əvəz eləmir. Yəni Java-da yazdığımız servisi elə olduğu kimi yazırıq, Go-da yazdığımız servisi də olduğu kimi. Bu bizim sıfırdan yaratmağa ehtiyacımız olmayan event sourcing-dir. Sadə CRUD məntiqi, qısa sorğular və sadə asinxron joblar üçün temporal istifadə eləməyə ehtiyac yoxdur. İndi isə əyani olaraq kodlara baxaq və yazdığımız proqramın necə işlədiyini yoxlayaq. Temporal serverini başlatmaq üçün temporal CLI-ı brew vasitəsilə yükləyirik. Məndə yüklü olduğu üçün artıq yükləməyə ehtiyac yoxdur. Temporal serveri başladaq. Yazdığımız Go proqrama baxaq. İndi Go proqramı başladaq. İndi isə workflow-nun başlaması üçün endpoint-a sorğu göndərək. Gördüyümüz kimi proqram artıq başlayanda endpoint-a sorğu göndərmədən worker başlamışdı. Endpoint-a sorğu göndərdikdən sonra isə workflow-umuz başlayır. Sonra aktivitələr başlayır. Lead seçir, bir nömrəli leadi seçdi və ona 3CX vasitəsilə zəng elədi. Gəlin temporal UI-da bunun necə göründüyünə baxaq. Workflow-umuz başlayıb və statusu running-dir. İçərisinə daxil olaq. Burada biz aktivitələri görürük. Pick lead activity işə düşüb və uğurlu olub.
Call Customer Activity işə düşüb və uğurlu olub. Hazırda isə siqnal gözləyir. Bu gözləmə mərhələsindədir. Bu günlərlə, hətta illərlə gözləmədə qala bilər, əgər biz timeout təyin etməmişiksə. Burada baş verən tasklara baxaq. Deməli, temporal hər bir activity üçün baxsanız demək olar ki, eyni qanuna uyğunluqla 3 task icra eləyir. Ən birinci planlaşdırır, başladır və bitirir. Planlaşdırır, başladır, bitirir və hər birinə baxsaz burada göstərir ki, lead calling task queue adlı queue-nu poll eləməyə başlayır. Və sonra bizim pick lead activity-mizi götürür. Biz kompakt şəkildə baxsaq, əslində burada event ID-ləri qruplaşdırır və bizim iki activity-miz icra olunub. Biri pick lead activity, digəri call customer activity-dir və hər ikisi uğurla icra olunub. İndi 3CX tərəfdən bizə webhook-un göndərilməsini simulyasiya eləyək. 3CX-dən cavab gələn kimi baxsaq, burada signal send artıq göstərir ki, deməli lead 1 adlı workflow-ya siqnal getdi. Ondan sonrakı activity-lərimiz icra olundu. Yəni bazada lead-in statusunu dəyişdi və interaction yaratdı. İndi buna temporal UI-da baxsaq, görəcəyik ki, bayaq burada bloklanmış hissə artıq blokdan çıxıb və növbəti activity-lər icra olunub. Burada baxsaq, deməli bizim 2 activity icra olunmuşdu və siqnal gözləyirdi. Siqnal burada gəlir. Burada isə növbəti 2 activity-ni görürük. Bunun üzərinə basıb bizə hansı parametrlərin gəldiyinə belə baxa bilirik. Yəni input answer-dan gəlib, ondan sonra digərindəki, məsələn, bu activity-yə hansı input parametri verilib, o görünür. Əsas səhifəyə qayıtsaq, statusun completed olduğunu görəcəyik. Burada workflow ID-yə diqqət eləyin, lead 1 görünür. Gəlin yenə eyni lead 1-ə zəng eləyək. Sol tərəfə diqqət eləyək. Workflow başladı, lead-i seçdi, 1 nömrəli lead-i və 3CX vasitəsilə zəng elədi. İndi baxsaq, görürsünüz running statusu 1-dədir. Və gəlin eyni şeyi 1 də eləyək. Yəni lead 1 üçün yenidən zəng göndərməyə çalışaq və sol tərəfə diqqət eləyək. Diqqət eləsəz workflow başladı yazdı, lakin bu 3 dənəsinin 3-ü də olmadı. Yəni lead-i seçmədi və müştəriyə 3CX vasitəsilə zəng eləmədi. Yəni dəfələrlə biz bunu təkrarlasaq da bunu etmir. Bura baxsaq, temporal UI-da görürük ki, yalnız bir dənə lead ID var. Deməli, completed olduqdan sonra yenisini yaradır. Yəni eyni lead əgər running statusundadırsa, dəfələrlə göndərməyimizə baxmayaraq yenisini yaratmayacaq. Bunu da deduplication məqsədi ilə istifadə edə bilərsiniz. Koda nəzər salaq. Əvvəlcə workflow optionunu yaradırıq. Unikal ID-ni və task queue-nun adını müəyyən eləyirik. Ondan sonra lead calling workflow-nu çağırırıq. Lead calling workflow-nun içərisinə baxaq. Burada da gördüyünüz kimi activity optionları müəyyən eləyirik. Məsələn, baxaq burada nə edirik? Start to close timeout, yəni bu activity yalnız 5 saniyə yaşaya bilər. Burada təkrar cəhdi hansı hallarda baş verməsini, retry policy-ni müəyyən eləyirik. Yəni təkrar cəhd ilk 1 saniyədən sonra olacaq. Geri çəkilmə əmsalı 4 olacaq. Maksimal interval 1 dəqiqə, maksimal cəhd sayı 4 olacaq. Burada isə hansı xətalar baş verdikcə təkrar cəhd etməsin, onu bildiririk. Məsələn, burada validation error qoymuşuq. Çünki validasiya error halında təkrar cəhd etməyin heç bir önəmi yoxdur. Aşağıda activity-lərə baxaq. Gördüyünüz kimi birinci pick lead activity çağırılır, sonra call customer activity və bu hissədə siqnal gözləyirik. Bu hissəyə qədər activity-lər icra olunur, bu hissədə isə bloklanır. Daha ki siqnal gələnə qədər. Siqnal gəldikdən sonra digər activity-lər davam eləməyə başlayır. Siqnalı göndərdiyimiz endpoint-ə baxaq. Burada workflow-nu təyin eləyirik. Yəni hansı unikal workflow-ya göndərəcəksə, onun ID-sini müəyyən eləyirik. Ondan sonra siqnalın adını bildirib payload-u ora göndəririk. Yəni siqnalın adına fikir versəz, burada da call result-dır, burada da call result-dır. Yəni 3CX bu webhook-u çağırır, ondan sonra bu proseslər baş verir və siqnal bura getdikdən sonra buradan aşağıdakı activity-lər davam eləyir və workflow bitmiş sayılır. İndi zəng gedən hissədə bilərəkdən xəta yaradaq və temporalın özünü necə aparmağını izləyək. 2 nömrəli lead-i çağırırıq. Fikir versəz, xəta baş verdi və ikinci cəhd oldu, üçüncü cəhd oldu. İndi dayandıraq, dördüncü cəhd olmasına imkan verməyək, çünki maksimal cəhd sayı 4-dür. Gəlib temporal UI-da baxsaq,
2 nömrəli ID-yə baxaq. Nə baş verib? Deməli, birinci activity, pick lead activity uğurla gedib, amma ikinci activity-yə fikir versək, artıq 3 dəfə təkrar cəhd olunub və 4-cü cəhdədir. Yəni bu cəhd də alınmasa fail görəcəyik. Hazırda worker olmadığına görə işi icra edən də yoxdur. Əvvəlki səhifəyə qayıdıb baxsaq, hələ də runningdə gözləyir. Yəni biz xətanı aradan qaldırıb workeri işə salsaq, onda görəcəyik ki, temporal özünü necə aparır. Xətanı aradan qaldırırıq. Kodu yenidən icra edirik. Və kodu icra edən kimi fikir versəz, dərhal 4-cü cəhdi eləyir. Və qayıdıb temporal UI-da baxsaq, görəcək ki, 4-cü cəhd uğurlu oldu, lakin burada qırmızı xətlər görünür. Yəni call customer activity-yə baxsaq, cəhd sayına fikir versək, görəcək ki, 4-cü cəhddə baş verib. Bura diqqət eləyin. Və sonuncu uğursuzluqda nə baş verib onu göstərir. 3CX is not working. Bu bizim bilərəkdən təqdim etdiyimiz xəta idi. Ondan sonra isə uğurlu olub və bu inputla davam eləyib. Eyni ilə bu workflow-ya da siqnal göndərək və workflow-nun tamamlanmasına baxaq. Siqnal göndərildi. Lead not answered statusu ilə update olundu və interaction yarandı. UI-da baxsaq, görəcək ki, workflow tamamlandı. Əvvəlki səhifəyə də baxsaq, 2 nömrəli workflow completed olub. Bu qədər. Sağ olun.